sürüklüyor. Değerli mədələn, değerli soydaşlarım, bundan başka bilirsiniz, bugün 27 sentyabr şehitlerimizin anım günüdür. Ve bildiğiniz kimi Əli Kərimli başta olmaqdan, Seymur Həzini gözüm görmür. Ya buradadır, mən qocalmışam, görə bilmirəm. Ya da Seymur Həzi başka havaları oynuyor. Her neyse, belki Seymur Həzi haklıdır, belki Seymur Həzi haklı değil. Ama burada gözüm seçmir Seymur Həzini. Her neyse. Daxili problemlerdir, inşallah qabarmaz. Değerli dostlar, değerli vətənlərim, değerli soydaşlarım, burada baxa, bəlkə burada qabağımıza çıxdı. Heç nə. Bu xalq cəbhəsi getdi ziyarətə. Biraz bu çobana oxşayanlar nə gəzir burada? Əli Kərimli görürsünüz salidni geyinib. Ayaz Məhərrəmli salidni geyinib. Məhəmməd İbrahim, son zamanlar bunu tərifləyirəm, amma biri kalustuk zad vurdu. Axı, sənin varındı kalustuk. Kostumun varındı sən. Birinci, ikinci, üçüncü cərgədə gedənlər, xüsusilə o axranalar, biraz kalustuk vurun da. Cəmaat sizə baxanda sizi belə necə deyərlər, nazir, yüksək vəzifəli adam kimi görür. Bilirəm, sizin atılan dırnağınız belə indiki hökumətdən üstündür, amma yenə də biraz başa düşürəm, kəstum şalvar yoxdur, başa düşürəm, imkan zəifdir, amma yenə də Əli Kərimli sağına soluna qədər gedibsənsə, plakata kəstum şalvar ala bilərsən. Mən özüm bəy toyunda, yəni öz toyumda kəstum şalvarı kiminsə kəstumunu alıb geyindim. Ne olar ki, ayda bir dəfə olan bu tədbirlərə dostunuzun kəstum şalvarını geyinin. Heç kim pis baxmaz. Hər neysə, Əli Kərimliyə təşəkkür edirəm, xalq cəbhəsinə təşəkkür edirəm. Anım günündə möhtəşəm şəkildə deməli şəhidlərimizi ziyarət ediblər. Hər neysə, bu təcə şəhidlərimizin anım günündə eyni zamanda qazilərimizin bütün Qarabağda savaşanların, onların yaxınlarının, ürəyi orada olanların hamımızın anım günüdür bugün. Və değerli vətənlərim, belə bir vaxtda İlham Əliyev hakimiyetin başında duran siz İlham Əliyev, Sümsü İlham Əliyev gedib MDB oyunları keçiriləcək, ermənilərin harda necə oturacaq, Rusların harda necə oturacaq, istirahət eləyə-eləyə, komfortlu kresloda oturub oyunları seyr eləməyi, o yerləri, o işləri yoxlayır İlham Əliyev, oralara baş çəkir. Şəhidlərimizə baş çəkməkdənsə, üzünə abel oğul. Məhz buna görə də MDB oyunlarına görə də Azərbaycanda, xüsusilə Gəncədə, Gəncə yolunda şəhidlərimizin şəkilləri, plakatları təmizlənildi ki, ermənilərin ürəyi bulanmasın, qorxmasınlar onları görüb. Yəni, İlham Əliyevin, bilirsiniz, özü də, ətrafı da, arvadı da ermənidir. İlham Əliyevin özü də, ətrafı da, arvadı da, hamısının soyu, kökü ermənidir. Və İlham Əliyevin soyuna, kökünə nəinki güllə atan, daş atan belə salamat qalmayacaq. Bu yaxınlarda Gizir xanı necə İlham Əliyev Bəylər Əyyubov gördü, mən onu efirə qoydum, efirə verdim. Değerli vətənə. Mən burada indi deyirəm, bəziləri hələ də inanmaya bilər.
bəziləri. Mən namus və şərəfimə and olsun ki, onu mən deyənlər düzdür və mən o mənə çatdırılan bir neçə yerdən çatdırılan məlumatı demərəm çatdırılıb, kim çatdırıb onu, amma zaman gələcək, İlham sonra deyəcəm ki, o məlumatı mənə hansı şərəfli insanlar, xan, Gizir xanın ən əziz adamları verdi. Bu da öz yerində.